Ready to ride. One by one, billion by billion, and holding up half the sky. Raise your hand if you're ready. Mənim təyyarəm biraz tez çatdı. Biraz yəni yarım saat tez çatdı. Ona görə buralarda fırlanacağam. Gözləyəcəm. Özel VIP şoferim mənə gəlib götürsün buradan. Sağ ol dostlar. Əminənin vloguna. Sağ olun. Ay başqası seçəndə. Məndə də eyni кейsdən var. Amma indi yox. December 53. Bacışka, Amerikanın ən bahalı yaşanması yeri haradır? Ümumiyyətlə, San Francisco və New York, xüsusən Manhattan çox bahalı yerlər sayılır. Los Angeles'in Beverly Hills və Malibu kimi bölgələri də bahalıdır. Sənə hansı? Orange County nə qədər bahalıdır? Mən oranı. Orange County-də bahalı sayılır. Xüsusilə Newport Beach, Laguna Beach kimi sahil şəhərləri var. Orada yaşayış xərcləri və ev qiymətləri yüksəkdir. Sən ora köçməyi düşünürsən? Yox. None of your business. Sənin dəxli yoxdur, mən başqa sualım. Yəni nə qədər bahalıdır? Ümumiyyətlə, Orange County ən bahalı bölgələrdən biridir və ABŞ-da top 10-luqda yer alır. Xüsusilə Newport Beach və Laguna Beach ən bahalı ərazilərdəndir. Ortalama olaraq ev qiymətləri milyonlarla ölçülür. Bundan sonra Laguna, orada daha var. And the fire drops the cold of my heart. Fire burning in me. Fire. Deməli, Mahir bizə dedi ki, heç turistlərin olmadığı gizlin bir dənə yerə gətirib bizi. Ara küçələrə salır bizi. Bura turist yox, heç kim gəlmir. Bizim o köhnə şeylər olurdu, ellədi şəkillə. 4 tanesi bir dolar. Qəşəng şəkil tapsam alardım. Thank you. İlk alışverişim. Random daydayların şəklini seçdim. Dollarlar. Banan satırlar. Üstü şokoladlı banan. Qiymətli neçədir? 10 min dollar zaten. Oyda. Üstündə belə sözlər. Görürsən ortalar çox dərindir, yoxsa? Baba bilə gəlmə gəl. Amma su təmiz olmalı. Ha, bura təmizdir. Ev alışverişinə çıxmışıq. Baxın. Ha, seçirik. Hansı daha qəşəngdir? Hardan alındı ya? Deməli dostlar 8 milyona var. Götürün sizcə? Götürək də. Ucuz ətin torbası, ucuz evdə nə bilim olmaz deyə. Bəs ev alanda üstündə şey də hədiyyə verirlər. Ev Gəmində. qiymətləri isə. Özümü yüngülvari İtaliyada hiss eləyirəm. Yerinə maqnit alıram.
Bura niyə muzeyə oxşuyur? Bu sualların hamısına cavab verib aparıb versən şeyə, hədiyyə qazanırsan. Sualın cavabı Çatçı. buradadır. Sən də Deməli burada ətrafı oxuyub cavabları yazmaq lazımdır, sonra hədiyyə qazanırıq. ChatGPT-dən soruşub yazdım. Görək oradan nəsə verəcəklər mənə. Maraqlı gəlir. Bunları normalda oxuyub yazmaq lazım idi də. Bu çox maraqlıdır. Nəsə məni yoxlayacaqlar bunlar. Verdilər. Candy. bu qədər mi? Bəli, bu qədər imiş. 2 dənə frozen banana yeri yan-yana. Orada çox sıra var, burada heç yoxdur. Mən olsam buradan alardım. Burada şeyler çok olur. Balina, delfin. Akula da olur. İndi gəlmişik başqa bir sahilə. Turistlər çoxdur. Əvvəlki bayaqki yerdə turist yox idi. Mən də zəmbirəm. O qədər də soyuq deyil. Soyuq deyil. Amma bədənimiz dəysə üşüyəcəyik. Ay nə qəşəng divar. Realmente está sendo mal. Ay Allah. Aa, tutma var ya şu hava sularının öyle. Havada geçen küləyli də. Hayır. Keçə alıb suda. Bizi suda. Özümüz usuruq. Allah'ım. Ay yok hep. Biraz sola çək. Sen olabilir çocuk. Hem biraz fazla paylaşıyor. Deməli, marketə gəlmişik uşaqlar. Allahım ya Rabbim, yəni. Mən 10 aydır necə yaşayıram, Azərbaycan yeməyi olmadan bilmirəm. Bu ürəkdir. Bu ürəkdir. Şey var. Biber pastası. Həmişə sən mənə atırdın. Bu əsas budur. Əsas bu qəşəng. Oyda. $4. Yani müqayisə kimi yanında başqa şeylər məsələn $8. 5. Kövrələcəm Allah bu mahnı ilə. Oyda. Mən
xoşbəxtliyimi bu dəqiqə hiss edə bilmərsiniz, yəni izah edə bilmərəm. Mən karamdan ötürü ölürüm. Sarı qız axtarıram mən. Limonlusu var ya onun. Tapa bilmirəm burada. Hayda, cici bebə də var ya. Hər şey var burada. Mən mürəbbə alıram. Zarafatsız mürəbbə alacağam. Ana burada. Al gilas alıram. Bu videoya Papa baxırsa, Papa ağ gilas mürəbbəsini çox xoşlayır. Papa buradan sən xatırla ağ gilas mürəbbəsi alıram. Qiymətini demirəm. Çox xoşbəxtəm. Baxın, doğma çay. Adını çox düz qoyublar. Doğma çay. Pop kek belə tapdım. Yəni bu hansı level xoşbəxtlikdir, izah edə bilmərəm. Simçikalım bəlkə. Şey var, Çiko var. Şey axtarıram, sarı qız. Görmədim. Sarı kız. Değil. Sarı qızın limonlusunu gətirin də bura. Ayran da bu. Ayran istəyirəm. Mən hər şey istəyirəm ya buradan. Roz rəngdə kələm turşusu olur ya, o hardadır? Limon. Belə nə? Yolda. Çox yüksək. Targetə gəlmişik. Yaman yuxuluyuram. Əslində yuxumu da almışam ya, yəni. Neçə saat yatmışam? Bir 7 saat yatmışam da minimum. Uçuşdan əvvəl. Amma uçuşda yorulmuşam. Bir də bütün gün gündə gəzmişik. Los Angelesi gəzməkdən yorulmuşam. Təyyarədə uçmaqdan yorulmuşam. Təkib həmişə dərdim bu olsun. Həqiqətən yaman yorğunam amma. Yəni zarafat bir yana. Bu arada indi Pasxa bayramıdır. Ona görə də belə yumurtalı, dovşanlı şeylər satılır. Satılır deyə yəni bomboşda düzdür, hamı alıb. Amma dedim yenə də deyim, ayın 20-sidir bayram, indi 19-udur. Yəni sabahdır bayram, belə deyim. Bizim tarla varkən bu nədir ki? Yəni bu nə mürəbbədir? Bu arada dünyanın ən dəxlisiz əlaqəsiz şeylərini alıram. Don't push back. Don't push back. Conscience under pressure. Contents under. Deməli bugün hara gedirik? Salam dostlar, bugün Santa Monica, Venice, Hollywood yazısı, bir də ulduzlar, Walk of Fame'də olacaq. Matchingdə geyinmişik. Bəli, baxın, saqqızımıza qədər Hər şey yamyaşıl. Hansı ştatlarda olmusunuz indiyə kimi? mən harda olmuşam? Tennessee'də olmuşam, o Flex'də orada qalmışdım. Sonra Bu arada çox maraqlı və önəmli detal. Xanım da neçənci il? 2019-cu il. 2018-19-cu il Flex məzunudur. buradan 2018-2019 məzunlarımız. Bəli, buyur. Mən olmuşam, Tennessee'də qalırdım Flex vaxtı. Florida'da olmuşam, Georgia'da olmuşam. Arizona'da olmuşam, Kaliforniyada olmuşam, Washington'da olmuşam, New York'da olmuşam. North Carolina'da olmuşam, South Carolina'da olmuşam, Texas'da olmuşam, Wisconsin'da olmuşam, Minnesota'da olmuşam. Maşallah, maşallah. Washington ştatında olmuşam. Gözləyim. DC'de yok, o bir. DC'de de olmuşam aslında. Sən də bir salam ver vloga. Salam, kepkam təzə kepkam Aa, nə nətərdir? gözəl kepkadır. Hardan almısan bunu? Bloger var Azərbaycanlı. Kim? Amina Qasimzadə. O kim dedi tanımıram. O hədiyyə verir. Bu arada bu Papa hardandı bilirsən ümumiyyətlə? Hardan? Sədərəydən. Olursa dörətdir qəşəng yerəsən. Əslində mənə özəl dizayndır. Sədərəy zad deyil. Özel şey. Ha, özəldir. Brenddir o. Uy, daha çox istidir. Görə nə edirəm, çox professional. Bugün çox çəkəcəm, hazır olun. Əsas LA bugün. Arxamızda nə var? Mən. Axır ki, Hollywood yazısını görə bildim. Gedək indi daha yaxşı görəcəyimiz bir yerlərə.
parkdır. Lake Hollywood Parkı. Soda, aguas, ladies. Fruit, hot dogs. Heç nə anlamadıq, day. Başa düşmürük. Dostlar, mən qaxlıyam və düşünürəm ki, bu dağların, Qaxın dağlarına heç bir fərqi yoxdur. Bəli, razıyam. Qaxa da yəni bir dənə Hollywood yazıb yapışdırsan eyni şeydir və Qaxın dağları daha gözəldir. Öz rayonumdur deyə təriflənir. Burada da belə şeylər satırlar. Elə bildim başqadan. Qarıqdalı. Bu koftadan var məndə. 1-2 günə görəcəksiniz outfitimi. Burada. Dostlar, gördüğünüz kimi içində sürücü yoxdur, çünki mən telefonla idarə edirəm belə. Bir gün bizim de adımız burada olacak. Olacak. Mən bir cür xəyal eləyirdim ki, Amerikada evsiz olun, o arkadaşı kimi. Artıq mən də Amerikada evsizəm, yəni. Bura mənim evim, yəni. Mən burada o manifest postlarında mən şey eləyirdim. Allahım, Amerikada olum, amma evsiz olum. Mən razıyam Amerikada olub Mən deyirəm. də. Allahım, mən Amerikada bomj elə. Baxı harda eləsin əslində. Məsələn, mən Havayda olan komşular görmüşəm. Vallahi dostlar, okean qabağımızda çadırı qurub elə Olmur. kamp həyatı yaşayırlar. Çox da çətin deyil. Vergi vermirsən, polis gəlib peşinə eləmir. İndi bir yeməkdir, tapmaq, o da balıqdır. Və okean Krab falan. Hələ ki normal bir tanımış adam görməmişik. Çünki bilmirəm, görməmişik. Netflix. Sərdətin adı qızın adı neydi? Ad qızı. Yandan test Tips, is that okay? Diana çəkim. Düz qabağında qoyublar da danışlar. Burada qoymaq lazım. Məhəmməd Əlinin hikayəsini hər kəs bilir. Ladies and gentlemen, Economies Theater. Harry Potter. This one is the open doors. Hardadır? Harry Potter. Bu Twilight. Bunu aldım. Meyve de tatlı değilmiş. Netflix'in mağazasındayıq. Mənim ən xoşladığım seriallardan biri də budur, La Casa de Papel. Burada kino çəkiləcək sabah. Hələ də yerdə ulduzlarla gedirik. Tanış ad gələn kimi sevinirik.
Harry Potter'dır, amma nə heç vaxt baxmamışam, nə də oxumamışam. Wow. Mənim otağımda Joker'ın posteri var. Bu nədir? Aa, özümüzü cəldirik. With that, you get the figure, 2 accessories, custom boxes, stickers. It's ready in about Belə baxma. 40 dollar. Neçədir bu? 40 dollar. 40 dollar. Çilisi də desən 50-55 məsələn. Avtobusu gözləyirik. 46 nömrəli. Şamax rəsədxanası. Nədir ki bu? Hamı yoxuşu. Bu da sıfırlandı, heç vaxt divarlarını deyil. Uşaqlar, mənim ən xoşladığım planet Saturndur. Bu məlumatla nə edirsiniz edin. Kosmosun çəkilmiş ən böyük şəkli divarda. Baxın, bu yer planetidir. Bu isə Saturndur. Hal-hazırda Günəşin real şəkli. Mendeleyevin cədvəli real elementlərlə. Dəyişmək də olur. Baxın, məsələn, ulduzlarda olanlar bunlardır. Sonra insanda olanlar var. Növbəti gündən hamıya salamlar. Gedirik mağazinə dolma üçün ləvazimatlarımızı almalıyıq. Bura, gedin baxın. Okey. Deməli, rus nələri var görək. Ayda, bu plavınlı sır. Xoşlayıram. Dolmadır bu. Mənim dolmaya qarşı bir həssaslığım var. Kefir var. Amma belə yəni tam bizim məhsullar falan yoxdur da burada. Nə bilim. Tvaroq. O qədər də çox bir şey yoxdur amma. Neçədir məsələn bir dəstəsi onun? 3 dənəsi 99 sent, bir dənəsi və Heyif deyil o narıncı torbada olur ediyor. nə idi onun adı? Məhəbbətdir. Hə. Rus marojna var. Allah da Allah. Gedək marojna yeyək. He's partially deaf. It's hard for him. He's good. I had to call my lawyer over this shit, and I'm pissed off. Where you mad? I'm mad at you. Biz yenə xanımla çöldəyik. Burada gözləməliyik. Bir saat içində avtobusa minəndə, ümumiyyətlə tranzitdən istifadə edəndə bir saat içində pulsuzdur. Neçə dəfə istəsəz avtobusa minə bilərsiniz. Hə, yəni bir dəfə ödəyirik. Bir saat içində sonra hara gedirsən gəl.